Mesela bu işte. Yani mesajı göndərəndə tam göndərmək lazımdır. Yoxsa birinci hissəni göndərirsən, internet ilişir, adam elə bir ki, onu deyirsən ki, Allah olmalıdır. Bilmir ki, sonra gəlir. Deməli, fikirləşdim ki, həmişə müəllim ağırlı mövzulardan danışır ki, lazımdır. Amma hərdən oradan bir qırağa keçək, özümüz neyləmişik və başqaları buna necə yaranırlar, o haqda biraz danışmaq istəyirəm. Və çox keçən il birdən xəbər aldıq ki, mən yaşadığım binada, binanın WhatsApp qrupu var, bir-birimizlə danışırıq, kimlər problem var, hamıdan bölüşür və birdən məlum oldu ki, həm podvala girirlər, kimlərsə bir nəfərin qonşunun evinə girmişdilər. Hətta evə girən adam başdan xarab edib biraz, girib, çimib, paltarları giyinib, meyvə yiyib, oturub gözləyib ki, ev yiyəsi gəlsin. Polis şəkli də paylaşmışlar ki, polis adam belə bağlayıblar içində, oturub adam gözləyir. İstər-istəməz adamda paranoya yarar. Onsuz da məndə paranoya var idi. Yəni, həmişə məndən məsələlərdir ki, çox paranoyasan, amma Home Assistant-dan indi onun haqqında danışacağım. Smart Home məsələsi haqqında danışacağım. Öz təcrübəmdə bölüşəcəm. Kimdə evdə, məsələn, Alexa, Siri-dən kimlər istifadə edir? Home Assistant-dan. Qəşəng. Deməli, heç olmasa Alexa, Sing, Elaris falan demişsiniz. Bu, qardaşların sivilizasiya nəzəriyyəsinin haqqında məxsus sözü yox. Ümumiyyətlə, o sivilizasiyaları 3 tipə bölür. Birinci tip öz planetinin resurslarından tam istifadə edir. İkinci tip günəşin, ulduzun resurslarından istifadə edir. Dördüncü tip galaktikanın resurslarından tam istifadə edir. Biz birə çatmamışıq, çünki hələ var. Birinci tip, indi biz smart device'lardan danışsaq, standart ən sadə olan komandalar. Sən smart device'a komanda verirsən, o da sənə cavab verir. Məsələn, öz başına işinə başlaya bilmir. Automation'lar da bura aid edərdim, çünki automation intelligence deyil. Automation nədir? Məsələn, günəş batanda işıqlar yansın, yaxud səhər olanda otağın işığı yansın ki, daha tez oyana bilərsən. Bu, biraz hələ intelligence tərəfə keçmir. Çünki eyni qaydada Dudinik biz o siyahıya sala bilər. Biz Dudinikdə yazırıq ki, səhər falan vaxtlarında səs bu, mahnı səs gəlsin. Amma bunların fərqli brendləri var və məsələ budur ki, hər brend çalışır öz device'larını satsın. İkinci tip artıq ekosistemdən söhbət gedir ki, eviniz var, düzdür, internetdə məqalələr zətlər axtarında adətən onu Amerikada çox populyardır, amma onların ilk evləri var, 3-4 mərtəbə, nə bilim, baseyn, qaraj falan, bunların hamısını bir sistemə qoşurlar, çox bahadır. Onun asan yollarını axtarırlar, biz kəsib adam, balaca dənə 35 kvadrat metrəlik, yaxud 45 kvadrat metrəlik ev olur, mənzil olur, ora nəsə bir şey fikirləşməyə çalışırıq. Burada da ekosistemə müraciət edirəm. Pulunuz varsa ki, ya, kəsib pulunuz varsa bir brendə müraciət edirsiniz. Çünki adətən necə işləyir? Philips'in öz hub'ı var, Philips'in çox qəşəng işıqlar var. Amma işıqlar hub'la işləyir. IKEA'nın çox gözəl device sensorları var. Amma onlar da IKEA'nın hub'ı ilə işləyir. Apple'la işləyənlər var. Fərqli hər şirkət çalışır özünü satsın. Burada məsələ patentdən deyil. Yəni mən iPhone-u düzəldəndə USB-C istifadə etmək üçün USB-C-nin patenti kimə məxsusdur, onlara kanal verirəm. Və belə bəzən Matter'in patenti daha baha ola bilər, mən ki zikrim. Bu dediyim sözdə protokollar kullanılır. Ekosistemlər də fərqdən necə işləyir adətən? Ən belə basit yolu işləyən Wi-Fi üzərindən işləyir. Device-a Bluetooth yolundan handshake olunur. Wi-Fi-in parol verilir həmin o device-a. Device qoşulur evdəki routera, öz IP-sini qeydiyyata salır və həmin IP-ni göndərir telefondakı əpə. Telefondakı əpp bilir ki, bu IP-ilə mən bu device axtaracam və yaxud mən bu networkda filan MAC adresi axtaracam. Bu ən belə basit yoldur. Bu qəşəngdir, asandır, amma o qədər yox. Niyə? Çünki router ilişir. Evdə 50 dənə device varsa, 50-si də eyni vaxtda routera qoşulursa, router axırlaşı çox gec işləyir. Başqa protokollar var. Mənim ən çox xoşuma gələn Zigbee protokoludur. Çünki Zigbee öz network'unu yaradır. Router'ın onunla heç bir xəbəri yoxdur. Bu device'lər bir-birlərinə işləyir. Nə üzə?
Bunlar üzerinde. Yeni siqnallar Wi-Fi frequency 2.4-ə yaxın olanlar işləyir. Zigbee-də əlavə login Zigbee network-una əlavə login parol edə bilərsiniz ki, başqa device qoşula bilməsin, amma network daxilində çalışır. Amma Zigbee-nin ən gözəl xüsusiyyəti odur ki, power deməli, toka qoşulan device-lar eyni vaxtda həm receiver-dir, həm də repeater-dir. Yəni, mənim bir device-im oradadır, o bir device buradadır. Məsafə çox uzaqdır, yaxud aralarda divarlar var, siqnal gedib çatmayırlar. Ona görə mən ortada bir dənə Zigbee device qoşsam, ən basit IKEA-daki outlet-dir, o socket, power socket-dir. Bura qoşsam, o device ona qoşulur, bu device gedir ona qoşulur və tam rahat istifadə edir. Birdən evdə internet getsə, router işləməsə, həmin device-lar və yaxud məsələn bu device sönsə, oradakı device başlayacaq başqa yaxın olan device axtarmağa, eyni networkda olan device axtarmağa. 15-20 dəqiqədən sonra network özü düzələcək, özü quraşdıracaq. Bu tərəfdən populardır. İndi fərqli protokollar, Matter var, Zigbee var, Thread var. Bunları vaxtı ilə Big Tech-in böyük şirkətləri də otururlar, danışırlar ki, 16 dənə protokol var. Hər device həqiqətən işləyir. Gəl oturaq bir dənə sonuncu bir dənə şeir bir protokol edək. Bütün bu protokolların yaxşı bir hissəsini götürsün özünə, belə işləsin. Bu Matter protokolu belə yaranır. İndi də ən bahalı lisenziyalardan deyəsən Matter'dədir. Prosta onu eləyəndən sonra, indi nəticədə 17 dənə protokol var. Onlar ki, 16 protokolu yığışdırmaq istəyirlər, birini saxlasınlar. İndi 17 dənə protokol var. Biraz bahalı. Ekosistem məsələsinə gələndə, Philips'in çox qəşəng işıqları var, dedim ki, var. Problem də onda yaranır ki, populyar device'lar başqa haldan işləyə bilər, amma çox qısaldılmış funksionallığı, tam funksionallıq olur. Ona görə üçüncü tipə keçsək, üçüncü tip, bu bayaq dediyim ki, Galaktikanın daha güclü, daha böyük bir şey olmalıydı. Məncə, bunu özüm uydurmuşam, amma yəni məsələ deyil ki, harmasa belə yazılır. Sadəcə bununla nəzr etmək istəyirəm. Problem nədir? O birilərdən. Alexa ilə işləyən, Siri ilə işləyən, başqa sistemlərlə Agaradır, IKEA-dır. Bunların bir çoxu internetlə işləyir. Yəni, sən ən azı Alexa'ya siqnal göndərəndə, Alexa göndərir onun öz serverlərinə, orada request edib geri göndərir. Göndərir ki, filan komanda var elə. Problem də oldu ki, internet yapılsa, Alexa'nı istifadə edə qalır adam, işini edir. Məcbur olursan, gedirsən divara, işığı yandırıb söndürürsən. Əvvəl oturub buradan bir işığı yandırır, edir. Üçüncü tip, söhbət məhz olan, özümü Steve Jobs hiss edəcəm. O Steve Jobs iPod'dan onun cibindən çıxartmışdı. Mən də onun cibindən çıxartıram. Bu Raspberry Pi-dir. Standart Home Assistant-ı istifadə etmək üçün, install etmək üçün. Əslində evdə hər hansı bir kompüterə install etmək olar. Sadəcə o kompüterin monitoru var, o kompüterin başqa hissələri var. Çox enerji istifadə edəcək. Raspberry Pi çox az, minimal bir enerji istifadə edir. Ona görə yandırırsan, bu tam kompüterdir. Yapışdırırsan arasa, Wi-Fi modu var. Üçüncü versiyadan bəri bunların Wi-Fi çıxı var. Wi-Fi modu da qoşulur. Biraz ağıllı versiyalarında LAN tabiri var. Məsələ nədir? Buna install edəndə iki variant var. Bir, Home Assistant Operation System-ı install edirsən. Hətta burn edən moment SD kartla işləyir, çox resurs tələb eləmir. Gözəl tərəfi odur ki, bir dəqiqə, fikrimi yandırsın. Məsələ nədir? Ya Wi-Fi qoşmaq üçün burn edən moment, onu install edirsiniz, hər şeyi yazırsınız. Artıq qoşanda bilir ki, internet network var. Nədir? Öz avtomatik qoşulur. Sonra da browserdən hər hansı bir device, həmin network qoşulan browserdən girib bütün nastroykaları dəyişmək olar. Automation əlavə edirsiniz, integrationları əlavə edirsiniz, təzə nəsə device almışsınız, onu qoşursunuz. Çox rahat gedir. İkinci variantı var. İkinci variantı ən zəif Linux'u yazırsınız. Onun üzərində Docker qaldırırsınız. Docker'da çox şeylər var. Home Assistant-ın konteynerini install edirsiniz. Almanyada çox adam Fritzbox istifadə edir. Fritzbox'un da funksionallığı limitlidir. Məsələn, VPN install edə bilmirsən, DNS-i dəyişə bilmirsən. Bəzən belə çətin olur. Problem deyil. Home Assistant-da Docker'da AdGuard
konteynerini qaldırırsınız. Deməli, router'ı ona köçürtürsünüz və artıq bütün də lazımdır həmin Home Assistant üzərində edirsiniz. Matter lazımdır, Matter servisi buna qoşursunuz. Düzdür, Apple TV, Apple Hub varsa o özü Matter serveri təklif edir, Alexa deyəsən təklif edir zəyirlərə. Amma birdən yoxdursa, Home Assistant-da qaldıra bilirsiniz. Dashboard lazımdır, baxmaq lazımdır, baxmaq istəyirəm ki, necə dəyişir, nə dəyişir, temperatur dəyişir. Grafana konteynerini install edirsiniz, tam rahat gedir. Funksionallığı çox böyük, çox böyük. İndi, nəyə üçün lazım ola bilər? Ən çox, 200 il əvvələ qədər bizim yeganə işıq mənbəyimiz günəş idi, ay idi, bir də şam. İndi 200 il, son 200 il bizdə elektrik işıqlar var, lampalar var. Ona görə bizim günəşimiz də lampalardır və ən çox Home Assistant-da istifadə olunan məhz lampa məsələsidir. Bayaq dediyim birinci tipdə siz komanda verirsiniz device-ə, device cavab verir, vəssalam. İkinci tipdə device-lər özləri öz aralarında danışırlar. Yəni, qapı açılır. Qapı açıldığına görə işıq yanır. Sizin xəbəriniz yoxdur. Siz heç nə eləmirsiniz, siz olmamalısınız. Bu sensorda nəsə baş verir, o sensor ona reaksiya verir. Və bu artıq ikinci tipdir. Və yaxud xırda plant sensor install edirsiniz öz güllərinizin torpağına. Baxır ki, biraz hava quru olan kimi humidifier xodlayır, hər ikisi də qoşulub sistemə. Sizin heç nə xəbəriniz olur. Ya da bəzən belə irrigation sistem qoya bilərsiniz ki, damcıların əlavə edir torpağa. Eyni. Qurudu torpağa, başlayır, suyu damcılayır və salam. Üçüncü sistem isə burada biraz həm lokal işləmə məsələsidir, həm ekosistemdən azad olursunuz. Çünki əvvəlki, bayaq dediyim kimi, hər şirkət öz hub'ını istəyir. IKEA-nın hub'ı, Philips'in hub'ı, nə biləm, Alexa falan artıq olur o 5 manat telefon dükanları kimi ancaq hub'lar düzülür. Çox belə yer tutur. Plus protokoldan azaddır. Out of the box, burada Zigbee yoxdur. Onun da qiyməti 10 eurodur. 10 euroluk USB anten alırsınız Zigbee üçün və salam. Evdə olan bütün hər hansı bir Zigbee device varsa, həmin antenlə qoşulur. Uzaqda da ola bilər. Çünki o hər bayaq dediyim kimi o Zigbee antenalar, Zigbee device'lər bir-birlərinə məlumatı ötürür. Bir məsələ də var ki, bir məqalə oxumuşdum, bir nəfər yazırdı ki, həmin bu Home Assistant-də AI üzərindən müəyyən skriptlər qoşub ki, AI ilə abrabot eləsin. Deməli, yerdə kamera var və pişikləri gəzir. Pişiyin gəzmək həbitlərinə görə müəyyən edir ki, bu filan pişikdir. Paternlərlə müəyyən edir ki, bu, məsələn, bu pişik yox, bu pişikdir və onu qeyd edib. Birdən paternlərində biraz fərqlilik olursa, həmişəki kimi qaçıb atlanmırsa, biraz nəsə zəifliyib deyirsə, tez signal edir ki, diqqət edir o pişiyə, diqqət lazımdır. Bu da tam belə full kontrol verir bunlara. Bayaq dediyim kimi, Home Assistant Raspberry Pi Zigbee altında da istədiyiniz konteyneri ala bilirsiniz. Bu mənim evimin ancaq Zigbee device-larıdır. Ən ucuzları Tuya, AliExpress-dən 1-4 euro olan plant sensorlardır. Prəmoya qoşulur Home Assistant-lar. Hal-hazırda görürsən ki, Philips Window Light-dən işləyir. Çünki Philips Window Light daima toka qoşulur, daima power var. Həmin o sensorlara ən yaxın olan həmin o Philips Window Light-dır. Ona görə onlar ona qoşulurlar. Artıq Philips Window Light özü avtomatik siqnalı göndərir Home Assistant-da. Birdən mən bu işığı söndürsəm, 15 dəqiqə siqnal tuta bilməsələr, bunlar başlayacaqlar başqa siqnal aktarmağa. Eyni də bunlar öz aralarında da siqnal paylaşırlar. Ona görə evdə device-ların arasında siqnal daima var. O 3 dənə o device qıraqda da söndürüb, çünki onlar əvvəl sofa light-a qoşulmuşlar. Bir həftə evdə yox idim deyə söndürmüşdüm o sofa light-ı. Ona görə onlar söndürürlər, amma siqnal tapıb qoşula bilmirlər, çünki bunlardan tam uzaqdır. Evdə quraşdırmağa mənə quraşdırmışdım ki, bunlar güclə siqnalı bu sofa light-a tapırlar, ona görə qoşulurlar. İndi onda məsələn siqnal axtarırlar. Bu momentdə screenshot elədim ki, belə də bəzən olur. Motion sensordur. Bəzən olur ki, mən oturub işləyirəm. Məndə də otaq elədir ki, pəncərədir, mənim kompüterim pəncərəyə baxır ki, işıq falan olsun. Qapı arxadandır. Yoldaşım bəzən olur ki, otağa girəndə mən xəbər almaq üçün, yoxsa bəzən onu gəlib belə şeylər deyir ki, bəs sən də danışan var. Dərhal inkognitomuzu bağlayırsın. Pis saytda bağlamışsınız. Ondan siqnal gəlir ki, bəs motion təpəndi, artıq tez dönürəm ki, bəs çox sağ ol çay. Hamda geçti. Hamda o sistem bura qoşulmayıb, o tam başqa bir sistemdir.
Bəlkə başqa bir mövzuda danışardım. Hidroponikadır. Gözəl bir sistemdir. Torpağa ehtiyac yoxdur. Su ilə hər şey həll olunur. İşıq, su falan. Bu biraz daha geniş bir mövzudur. Ki birinci smart device-larımı mən o vaxt Natalinki ilə yığmışdım. Arduino ilə zaten əziyyət olması ilə hazır sistem alım. Bu bildi. Bu ancaq Zigbee device-lardır. Əlavə Apple device-ları var, Alexa var, onlar var. Onlar hamısı çox gözəl işləyir. Əsas birinci başlamaq. İkinci device alandan sonra başa düşürsən ki, dayanmaq məsələsi çox çətin olur dayanmasan. Bir həftə İstanbulda oldu, darıxırdım ki, havanı kimdən soruşmadım. Dedim ki, Alexa, havanı dedim. Yanmışam ki, kimdən soruşmayam, nəbi dayı dedim, sən soruşum ki, hava necə olacaq. Təşəkkür edirəm. Çok sağ ol. Çok sağ ol. Sonra devam edelim.